Salam əziz izləyicilərim. 2025-ci il noyabr ayı əhatə edən büdcələr haqqında aylıq proqnozları nəzərinizə çatdırmaq istəyirəm. Əvvəlcə bir məlumatda xatırladım ki, YouTube kanalımda büdcələr haqqında həm illik, həm aylıq, həm də digər maraqlı proqnozlar paylaşıram. YouTube kanalıma abunə olub digər proqnozları da izləyə bilərsiniz. Kanala abunə olarkən zınqrov işarəsini vurmağı unutmayın ki, yeni videolar yüklənərkən xəbərdar olasınız. İndi isə keçək proqnozlarımıza. Beləliklə, Qoç bürcü. Noyabr ayı Qoçlar üçün uğurlu aylardan biridir. Noyabrın ilk günləri səfər və səyahətlərlə bağlı olacaq. Bu səfərlər daha çox iş səfərləri olacaq. Noyabrın 6-sından 14-nə qədər olan dövrdə isə maddi baxımdan aldanma ehtimalınız çoxdur. Ona görə də vasitəçi insanların köməyindən istifadə etməmək məsləhətdir. Əgər vasitəçi insanların köməyindən istifadə etsəniz, xeyli məbləğdə pulunuzun çıxacağı və işlərinizin alınmayacağı görünür. Odur ki, əsasən də karyera məsələlərində kiməsə arxayın olmamalısınız. Ayın 17-sindən sonuna qədər olan dövr isə uğurlu dövrdür. Əgər özünüz addım ata bilsəniz, karyera ilə bağlı məsələləri həll edə biləcəksiniz. Ay ərzində iki müxtəlif istiqamətdən gəlirlərin də olacağı görünür. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranızla bağlı baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Qoçlar üçün bu aya olan proqnozlarımız bu qədər. Boğa bürcü. Noyabr ayı boğalar üçün uğursuz aylardan biridir. Ayın ilk 15 günü xərclərinizin artacağı görünür. 3 müxtəlif istiqamətdə xərclərinizin çıxacağı görünür. Bu, daha çox mübahisəli məsələlərlə bağlı olacağı görünür. Odur ki, ətrafdakı insanlara qarşı diqqətli olun və işlərinizdə də diqqətli olsanız daha yaxşı olar. Ayın 15-dən 20-sinə qədər olan dövrdə işləriniz həddən artıq çoxalacaq, işlər sizi çox yoracaq. İşlərinizin öhdəsindən gələ bilsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Ayın 20-sindən 25-nə qədər olan dövrdə isə ətrafdakı insanlara qarşı diqqətli olun, mübahisələr və münaqişələrdən uzaq durmağa çalışın. Ayın son 5 günü isə uğurlu günlərdir. Həm istirahətə, həm də özünüzə vaxt ayıra biləcəksiniz. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Boğalar üçün bu aylıq olan proqnozlarımız bu qədər. Əkizlər bürcü. Noyabr ayı bir qədər çətin ay olsa da, demək olar ki, məhsuldar aylardan biridir. Ayın ilk yarısı xərclərin bir qədər artacağı görünür. İki müxtəlif çətin işin öhdəsindən gələcəyiniz görünür. Bu işlər sizi yorsa da, uğurla öhdəsindən gələ biləcəksiniz. Ayın 15-dən 20-sinə qədər olan dövrdə isə yatırımlara daha çox üstünlük verəcəksiniz. Ayın 20-sindən 25-nə qədər olan dövr sevgi münasibətləri üçün uğurlu zamandır. Əvvəldən münasibətlərin pozulduğu sevgilinizlə münasibətlərin qaydaya düşəcəyi görünür. Ayın son həftəsində karyera ilə bağlı yeni addımlar ata bilərsiniz. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Əkizlər üçün bu aylıq bu qədər. Xərçəng bürcü. Noyabr ayı xərçənglər üçün ilin uğurlu aylarından biridir demək olar. Ayın ilk günlərində müəyyən qədər maddi problemlər özünü önə çıxarsa da, hər şeyin öhdəsindən gəlmək mümkün olacaq. Ayın birinci yarısında iki müxtəlif istiqamətdən az da olsa gəlirlər əldə edə biləcəksiniz. Karyera ilə bağlı yeni planlar quracaqsınız. İrəliləmək o qədər asan olmasa da, az da olsa irəliləyə biləcəksiniz. Ayın 20-24 aralığında sağlamlıqla bağlı bir qədər problemlərin yaranacağı gözlənilir. Ayın son həftəsində isə hər şey qaydasında olacaq. Xüsusi şəkildə özünüzə, sağlamlığınıza, işlərinizə və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Xərçənglər üçün bu aylıq bu qədər. Şir bürcü. Noyabr ayı şirlər üçün bir qədər xoşa gəlməz hadisələr baş versə də, iş və maddiyyat baxımından uğurlu olacağı görünür.
Ayın ilk 10 günlüyündə bir qədər mübahisələrin və münaqişələrin yaranacağı görünür, ancaq bunların səbəbkarı və təqsirkarı siz olacaqsınız. Odur ki, bir qədər münasibətlərdə diqqətli olmağa çalışın. Əsasən də iş və maddiyyat məsələləri ilə bağlı münasibətləri korlamaq olmaz. Ayın 10-dan 14-nə qədər olan dövrdə işlə bağlı səfərlərinizin olacağı görünür. Ayın 21-nə qədər isə çalışın ki, sağlamlığınıza diqqət yetirəsiniz. Özünüzü xronik xəstəliklərlə bağlı narahat hiss edəcəksiniz. Ayın 20-sindən 26-sına qədər olan dövrdə iki müxtəlif istiqamətdən gəlirlərin olacağı görünür. Ayın son günləri isə karyera baxımından uğurlu zamandır. Xüsusi şəkildə özünüzə, sağlamlığınıza, işlərinizə və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Fikirlər haqqında bu aylıq bu qədər. Qız bürcü. Noyabr ayı bir qədər gərgin şəkildə başlasa da, sonradan hər şey qaydasına düşəcək. Ayın ilk 4 günündə özünüzü əsəbi və gərgin hiss edəcəksiniz. Ayın 5-dən 16-sına qədər olan dövrdə isə karyerada yüksəlişlərin olacağı görünür. İki müxtəlif istiqamətdən gəlir də əldə edə biləcəksiniz. Ayın 16-sından 21-nə qədər olan dövrdə öz planlarınızı həyata keçirə bilərsiniz. Ancaq çalışın ki, bu planlar ətrafınızdakı insanlarla mübahisələrə və münaqişələrə səbəb olmasın. Əslində onlara aidiyyatı olmayan bir plandır, amma hər ehtimala qarşı işlərinizi sakit şəkildə görə bilsəniz daha yaxşı olar. Ayın 21-dən 27-sinə qədər olan dövrdə mübahisələrin və münaqişələrin yaranacağı görünür ki, bu qaçılmazdır. Ayın son günlərində isə bir qədər vəziyyət səngiyəcək. Demək olar ki, işə vaxt ayıra biləcəksiniz. Əgər özünüzə, münasibətlərinizə, iş və karyeranızla bağlı xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Qızlar haqqında bu aylıq bu qədər. Tərəzi bürcü. Noyabrın İlk yarısı, daha doğrusu ilk 20 günü xoşa gəlməz ola bilər. İlk 15 gündə sağlamlığınızla bağlı problemlərin yaranacağı görünür. Odur ki, bir qədər müalicə götürməli olacaqsınız. Əsasən sağlamlığınıza daha çox diqqət yetirin. Əsəb sisteminizi qorumağa çalışın ki, noyabrın 15-20-si aralığında ətrafdakı insanlarla mübahisələriniz və münaqişələriniz olmasın. Əgər mübahisələr və münaqişələr yaranarsa, bunların səbəbkarı və təqsirkarı siz olacaqsınız. Ayın son 10 günlüyündə isə hər şey qaydasına düşəcək, artıq uğura doğru irəliləyə bilərsiniz. Həm karyera baxımından, həm də gəlirlər baxımından vəziyyət qaydasında olacaq. Ayın son günlərində büdcənizdə yenidən artım olacağı gözlənilir. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Tərəzilər haqqında bu aylıq bu qədər. Əqrəb bürcü. Noyabr ayı müəyyən qədər xoşagəlməzliklərin olmasına baxmayaraq, əqrəblər üçün uğurlu aylardan biridir. Ayın ilk günlərində sağlamlığınızla bağlı bir qədər nasazlığın olmasına baxmayaraq, ayın 4-dən sonraki dövr demək olar ki, uğurlu dövr olacaq. Ayın 4-dən sonra öz ideyalarınızı həyata keçirə biləcəksiniz. Xüsusən də ayın 4-dən 10-na qədər olan dövrdə sevgidə xoş anlar yaşayacağınız görünür. Ayın 15-dən sonra isə iş və karyera ilə bağlı uğurlu zamandır. Əsasən də ayın 15-i 18-i aralığında büdcənizdə artım olacağı görünür. Ayın 21-i 24-ü aralığında sağlamlığınıza diqqət yetirməyə çalışın. Əsasən də ətrafdakı insanlara kələk gəlməməyə çalışın. Ayın son günləri iş və karyera üçün daha uğurlu zamandır, yeni təkliflər də ala bilərsiniz. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və münasibətlərinizə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Əqrəblər üçün bu aylıq bu qədər. Oxatan bürcü. Noyabr ayının birinci yarısı münasibət baxımından o qədər də xoşa gələn olmayacaq. Ayın ilk günlərində əsəbləriniz tarıma çəkiləcək. Ayın 4-dən 10-na qədər olan dövrdə ailənizə və övladlarınıza daha çox diqqət ayırmalısınız. Əks təqdirdə ayın 11-dən 14-nə qədər olan dövrdə mübahisələrin və münaqişələrin yaranacağı görünür ki, bunların da səbəbkarı və təqsirkarı siz olacaqsınız.
Noyabrın 14-dən 20-sinə qədər olan dövrdə işlər sizi çox yoracaq. İşlərin öhdəsindən gələ bilsəniz, büdcənizdə əlavə qazanc da əldə edə biləcəksiniz. Demək olar ki, bunun nəticəsini tezliklə görəcəksiniz. Ayın 24-nə qədər zəhmətinizin bəhrəsini alacaqsınız. Ayın son günlərində isə büdcənizdə yenidən artım olacağı gözlənilir. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, münasibətlərə, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Oxatanlar üçün bu aylıq bu qədər. Oğlaq bürcü. Noyabr ayı münasibət və sağlamlıq baxımından gərgin ay olsa da, iş baxımından uğurlu aydır. Gərginliyi bir kənara qoya bilsəniz, işlər qaydasında gedəcək. Ayın ilk 20 günü sağlamlığınızla bağlı müxtəlif istiqamətlərdə xırda problemlərin yaranacağı gözlənilir ki, bu əsəblə bağlı, soyuq dəymə ilə bağlı, xronik xəstəliklərlə bağlı, yəni xırda bir neçə fəsadın ortaya çıxacağı görünür. Ayın 18-dən 24-nə qədər olan dövrdə çalışın ki, ailə daxili münaqişələrdən və mübahisələrdən uzaq durasınız. Əgər mübahisələr və münaqişələr yaranarsa, bunların səbəbkarı və təqsirkarı siz olacaqsınız. Ayın son bir həftəsi iş baxımından uğurlu zamandır. Əsas işlərinizi bu son bir həftədə qaydasına salmalısınız. Yenə də özünüzə, karyeranıza, işinizə, ailə və sevgi münasibətlərinizə xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Oğlaqlar haqqında bu aylıq bu qədər. Dolça bürcü. Noyabr ayı ilin ən uğurlu aylarından biridir. Noyabrın ilk 10 günlüyündə 2 müxtəlif ideyanızı həyata keçirə biləcəksiniz. Bunlar çoxdandır nəzərdə tutduğunuz, ancaq həyata keçirə bilmədiyiniz ideyalardan biridir. Noyabrın 12-dən 24-nə qədər olan dövrdə isə 2 müxtəlif təklif alacağınız görünür. Təkliflərdən ikincisi daha cazibədar olacaq və daha çox qazanc gətirəcək. Odur ki, ikinci təklifi qəbul etsəniz daha yaxşı olar. Ayın son həftəsində karyerada yüksəlmək şansınız var, həm də büdcənizdə artım olacağı gözlənilir. Əgər özünüzə, münasibətlərinizə, iş və karyeranıza xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Dolçalar haqqında bu ay üçün olan proqnozlarımız bu qədər. Balıqlar bürcü. Noyabr ayında həm işə, həm övladlarınıza, həm də sevdiyiniz insanlara daha çox vaxt ayıra biləcəksiniz. Noyabrın ilk həftəsində ailənizə və sevdiyiniz insanlara vaxt ayıracaqsınız. Noyabrın ikinci həftəsində isə uzaqda yaşayan qohumlarınıza baş çəkə bilsəniz daha yaxşı olar. Bu həm sizin üçün, həm də ailəniz üçün istirahət olar. Noyabrın 10-dan 17-sinə qədər olan dövrdə isə işlə bağlı səfəriniz olacaq. Bu səfər sizi yoracaq, həm yorğunluq, həm də özünüzdə gərginlik hiss edəcəksiniz. Ayın 25-nə qədər bu gərginlik aradan qalxacaq. Ayın son həftəsində isə yeni təkliflər alacaqsınız. Artıq bu təkliflərlə bağlı başınız işə çox qarışacaq. Yenə də özünüzə, münasibətlərinizə, iş və karyeranızla bağlı xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Balıqlar haqqında bu aylıq proqnozlarımız bu qədər. Əziz izləyicilərim, bu aylıq proqnozlarım bu qədər. YouTube kanalıma abunə olub digər proqnozlarda izləyə bilərsiniz. Kanala abunə olarkən zınqrov işarəsini vurmağı unutmayın ki, yeni videolar yüklənərkən xəbərdar olasınız.